Salam əziz abituriyentlər. Bugün mən sizə Nərgiz Nəcəf sınaq test toplusundan 30-cu sınağın izahını verəcəm. Personal pronouns, şəxsi vəzifələri. Yorumlarda bunu qeyd etmişdilər. Və əvəzi mövzusu adətən abituriyentlərin nədənsə biraz çətinlik çəkdiyi mövzu olur. Amma əslində bir çətin deyil. Hansı ki, xüsusi nüanslar var ki, onlara diqqət etmək lazımdır. Və bu arada onu deyim ki, yay qruplarına qeydiyyat davam edir. Əlaqə nömrəsi, yəni kanalımda var. Yəni mənə yazıb ətraflı məlumat əldə edə bilərsiniz. Nömrəni də mən belə səsləndirə bilərəm ki, 070 333 19 98. Başlayaq deməli ilk sualdan. Nə deyir ilk sualda? Hi, I am Maria, do you remember? Deməli, remember gəlib. Ümumiyyətlə, yadda saxlayın ki, şəxsi vəzifələrindən sonra hansı ki, şəxsi vəzifələr hansılardır? Yəni bilirsiniz, I, you, he, she, it, we, they. Yəni you-nu 2 dəfə də təkrarlamıram, you həm də siz deməkdir. Bu şəxsi vəzifələrindən sonra uşaqlar feil gəlir. Feil. Hər hansısa feil ya da to be, am, is, are, ya onu keçmişi was, were. Onsuz bunlar da to be-dir də bilirik ki. Xəbər gəlir yəni. Xəbər gəlir yəni feil, to be ya xəbər belə yadda saxlaya bilərsiniz. Bəs obyekt vəzifələri, bunların obyekti var da. Mənə, məni, me, sənə, səni, you, ona, onu, kişi cinsi him, ona, onu, qadın her, it, ona, onu, you, sizə, sizi, us, bizə, bizi, them, onlara, onları. Bunlar obyekt vəzifələridir. Bunlar isə feildən sonra gəlir. Deməli, şəxsi vəzindən sonra feil gəlir. Feildən sonra isə obyekt vəzifə gəlir. Bu qədər bəsit. İndi baxın, burada do you remember? Remember feildir də. Nə deməkdir do you remember? Xatırlamaq. Feildən sonra obyekt gəlir. Görürsünüz, şəxsdir, she şəxs, he şəxs, they şəxs, bir dənə me qalır da. Salam, mən Mariyayam. Məni xatırlayırsan? Do you remember me? 2-də please listen to. Görürsünüz, listen to fail. Faildən sonra da gəlir obyekt. Deməli, D bəndi Z şəxsdir, E bəndi she şəxsdir, C bəndi A şəxsdir. Deməli, birinci tərəfdə me oldu. Bu dəqiqdir. Talk to. Talk to danışmaq, söhbət etmək. Bu da faildir də. Yenə obyekt gəlməlidir. Ona görə A bəndi də olmaz. He axı şəxs əvəzliyidir o. Deməli, oldu B bəndi. Zəhmət olmasa deyir, mənə qulaq as. Görürsünüz, obyekti, me. Mənə qulaq as. Yəni deyir, when I talk to you. Yəni, mən səninlə danışanda zəhmət olmasa mənə qulaq as. 3-ə baxırıq. Görürük ki, burada nöqtədən sonra xəbər gəlir. Bəs nədən sonra feil xəbər gəlirdi? Şəxsi vəzifədən sonra. Deməli, birinci tərəfə şəxsi vəzifə qoymalıyıq. Her getdi, o yəli vəzifəlidir. Həm də ki, obyekt vəzifənin formasıdır. Və burada is gəlib də xəbəri tək və actress. Actress də ki, bilirik ki, aktrisa qadındır da. Ona görə təbii ki, burada she olacaq. She's an actress, o bir aktrisadır. We see, see feildir. Feildən sonra gəlir obyekt. Obyekt gəlir, she təbii ki, obyekt deyil ki. Deməli, A bəndi oldu. We see her in Hollywood movies. Biz onu, yəni Hollywood filmlərində onu görürük. 4-də this snake is poisonous. Poisonous zəhərli deməkdir. Yəni, bu ilan zəhərlidir. I am very afraid of. Burada, deməli, afraid of qorxmaq deməkdir, feildir. Feildən sonra obyekt gəlir. Burada da biz bir dənə ilandan danışır deyə it qoyacaq. Əgər these snakes are poisonous olsaydı, I am very afraid of them olardı. Burada bir dənə ilandan danışdı. I am afraid of it. It'dəki bilir ki, obyekt haldır. 5-də her son is disabled and she has to take care of. Take care of qayğısına qalmaq deməkdir. Feildir. Feildən də sonra bilirik ki, obyekt gəlir. Deyir, onun oğlu disabled uşaqlar əngəlli deməkdir. Onun oğlu əngəllidir və o yəni all the time, yəni bütün zamanlarda, yəni də bütün vaxt ərzində onun qeydinə qalmalıdır. Oğlan da ki, kişi cinsində bilirik ki, him olacaq da. He has to take care of him. Növbəti sual. Ümumiyyətlə, yadda saxlayın, onu da qeyd edə bilərsiniz ki, söz önləri ilə obyekt vəzifələri işlədilir. With me, məsələn, mənimlə. With us, bizimlə. Burada da yəni obyekt gələcək gəlməyinin axırında. Bu tərəfdə isə let's ask. Ask feildir. Let's ask yəni soruşaq da. Gəl soruşaq. Feildir. Feildən də sonra obyekt gəlir deyə. Burada qabağında da deyir these children are hungry. Bu uşaqlar acdır. Let's ask. Yəni onlara müraciət edək də. Onlardan soruşaq. Uşaqlar burada cəmdədir. Ona görə onlara obyekt them olacaq. Deməli burada cavab ya A-dır ya B-dir. With-lə də nə olur dedim? Söz önlərindən obyekt, ona görə as.
Yəni deyir, let's ask them to have dinner with us. Deyir bizimlə, yəni nahar eləmələri üçün gəl onlara deyir, yəni soruşaq da onlara müraciət eləyək ki, yəni nahar eləsinlər bizlə. Növbəti sual, my parents want, deməli want feildir. Feildən sonra obyekt gələcək. A my yəlikdir. B they şəxsdir. E I şəxsdir. C a və bizim yəlikdir. Ona görə nə oldu? D bəndə oldu. My parents want me to be an engineer. Yəni mənim valideynlərim mənim mühəndis olmağımı istəyir. Həm də burada bir kompleks objekt var. Mürəkkəb tamamlıq vaxtdan sonra to-dur feil gəlir. Növbəti sual. Yenə görürsünüz burada with var. Deməli sözünü varsa nə olacaq? Obyekt. Z şəxsdir. A və yəlikdir. V şəxsdir. A şəxsdir. C. Və əvəzlikləri əzbərləmək lazımdır. Hansı şəxsdir, hansı yəlikdir. Normal oturub bir dəfə əzbərsəniz yadda qalacaq. Do you want to go bowling with us on Sunday? Bazar günü bizimlədir, bowlingə getmək istəyirsən. Növbəti sual. My grandfather is a wise man. Wise belə ağıllı, müdrik deməkdir. Yəni mənim atam müdrik bir insandır. Everybody respects. Hər kəs ona hörmət edir. Respect feil. Feildən sonra nə gəlir? Obyekt gəlir. He şəxsdir. Her qadın cinsi obyektdir. I şəxsdir. Me-dəki, təbii ki, mən atamdan danışıram da, yəni mənə hörmət eləmirlər ki, atam müdrikdir deyə ona hörmət edirlər də, kişi cinsi ona, onu, himdir. Keçək bu tərəfdən 10-cu suala. My students are diligent. Diligent, hardworking nə deməkdir? Bunlar çalışqan. Mənim uşaqlarım, yəni tələbələrim çalışqandır. And I am proud of them. Mən onlarla nə edirəm? Fəxr eləyirəm. Oldu bəndə. Çünki to be proud of birinci feildir, fəxr etmək. Həm də ki, dedim də ki, sözünü olanda obyekt gəlir. Mənim burada students da cəmdədir deyə söhbət deməli onlardan gedir. Əvəzli bilirik ki, nitq hissəsini əvəz edir. 11-ci sualda the police. Polis bilirik ki, necə isimdir? Həmişə plural, toplu isimdir çünki. Deməli, bu polisin yerinə hansı əvəzliyə qoyaram? Mən Z qoyaram da onlar. Hə? Ask feildir. Feildən sonra nə gəlir dedik? Obyekt gəlməlidir. He burada şəxsdir. Deməli, A bəndi getdi. Witness nə deməkdir? Witness uşaqlar şahid deməkdir. Yəni hadisəyə şahid olan bir insan. Burada da witnesses yazmayıb ki, şahidlər. Burada bir dənə şahiddir. Ona görə them nə əlaqə? Ona görə B bəndi. Yəni the police asked the witness questions about the accident. Polis deyir ki, yəni qəza haqqında şahidə nədir? Suallar verdi. Suallar soruşdu. 12-də deməli, I have lent Tom several books. Deyir, mən lent borc verməkdir. Deyir ki, mən Toma bir neçə kitab borc vermişəm. But he hasn't read. Amma o onları oxumayıb deyəcəm yəqin ki. Feil var da, read oxumaq. Feildən sonra obyekt gəlir. Z şəxsdir, Z reəllikdir. Bu üçü də şəxsdə söhbət burada kitablardan gedir və cansızdır. Əgər burada bir dənə kitab olsaydı cavab it ola bilərdi, amma söhbət kitablardan gedir deyə onları oxumayıb deyərdim. Amma burada desəydim ki, yəni bir dənə kitab borc vermişim, onu oxumayıb burada it ola bilərdi. Yəni biraz tərcüməli fikir verməliyik. Burada görürük works, feil gəlib. Feildən sonra gəlir şəxs əvəzindən sonra. Burada elə onsuz hamısı şəxsdir. İndi nəyə fikir veririk uşaqlar? Biraz bu göstərib də tərcümədir. Görürsünüz ki, feilin sonunda S var. Nə zaman indiki zamanda feil S qəbul edir? Üçüncü şəxsin təkində. Z təbii ki, üçüncü şəxsin cəmidir. We, biz nədir? Birinci şəxsin cəmidir. Burada bunun üçü də ola bilər. Üçüncü şəxsin təki bunlardır. Amma waitress nə deməkdir? Waiter kişi afisantdır. Waitress qadın afisantdır. Deməli, onda burada nə olacaq? C bəndi. She works as a waitress in a local restaurant. Yəni, o yerli restoranda as burada kimi deməkdir. Yəni, afisant kimi yeniyor, çalışır. 14-də, deməli, əvəzi nitq hissəsini əvəz edilir. Actor, aktyor, kişi aktyordur. Onun əvəzə nə qoyarıq? He qoyarıq da, hə? Deməli, B, E, C qalır. With. Sözünündən sonra nə gəlir uşaqlar? Sözünündən sonra bilirik ki, obyekt əvəzliyi gəlir. Obyekt burada actress yazılıb, aktrisa. Yəni bir aktrisadan söhbət gedir. Zem nə əlaqə və she-dəki təbii ki, obyekt deyil ki, o şəxs əvəzliyinə görə oldu C bəndi. The actor is dancing with the actress on the stage. Yəni burada deyəcək ki, aktyor on the stage səhnədə deməkdir. Aktyor səhnədə aktrisa ilə rəqs edir, ya da ki, o səhnədə onunla rəqs edir. Belə tərc qoyanda belə olacaq. 15-ci sual. 15-ci sual. Nə deyir? The windows of the room are dirty.
Otağın pəncərələri kirlidir. Biri ki, o filanda birinci, o birisi tərəf tərcümə olunur. Otağın pəncərələri kirdir. Deməli, nə kirdir? Pəncərələr kirdir də. Pəncərələr də cəmdədirmi? Ona görə nə olacaq? Z olacaq. Həm də ar gəlib də. Deməli, nədən sonra xəbər gəlir, feil gəlir, şəxs əvəzi ilə sonra. Pəncərələr də cəmdədir deyə təbii ki, burada Z olacaq. C bəndi getdi, B bəndi getdi. İndi bu tərəfə feil, let's clean. Gəl təmizləyək. Feil var da. Feildən sonra nə gəlir? Obyekt gəlir. It's obyekt deyil, Z obyekt deyil, şəxsdir. Ona görə alacaq da, yəni gəl onları təmizləyək. Nəyi? Onları, zem, onları. 16-da for nədir? Sözünü. Sözünü varsa dedim, nə gəlir? Obyekt gəlir. He şəxsdir, she şəxsdir, we şəxsdir. İndi baxaq ikinci tərəfə. Burada nə deyir? Deyir, don't wait for me tonight. D bəndini qoysam. Don't wait for me tonight. Bu gecə məni gözləmə. I will return very late. Mən çox gec qayıdacam. Elə D bəndidir. B bəndi niyə görə olmaz? Çünki burada görürsünüz, xəbər gəlib də gələcək zamanda, amma xəbərdir. Biz demişik, şəxs əvəzliyindən sonra xəbər gəlir. Axı zem şəxs əvəzliyin deyil. 17. Are a good worker. Bu uşaqlar bunu səhv yazır. To be ağlarından çıxır bəzən. Are var burada. Are, birinci xəbər gəlib, deməli şəxs əvəzi gəlməlidir. İndi hamısı şəxsdir, bəs hansını qoyacaqsınız? She ilə təbii ki, is to be gəlir. He ilə is to be gəlir. Bu üçünlə olur are. Amma ki, burada a good worker deyir. Yəni, bir yaxşı işçidir. Bir yaxşı işçidir. Axı, Z onlar deməkdir. We, biz deməkdir. Bunlarda insanın sayı 2-dən çoxdur. Ya 2-dirsə. Burada D olacaq da. You are a good worker. Məsələn, you are a good student. Sən yaxşı bir tələbəsən. You are a good teacher. Sən yaxşı bir müəllimsən. You are a good worker. Sən yaxşı bir işçisən. Burada bir dənə işçidən söhbət getdiyinə görə you olur. Aydındır. Desəydim hamısı siz, burada məsələn good workers yazılsaydı, burada we ola bilərdi. Yəni biz yaxşı işçilərik. We are good workers. Nə bilim, onlar yaxşı işçilərdir. They are good workers ola bilərdi. 18-də the child is crying. Uşaq ağlayır, ya qışqırır. Please take care of. Zəhmət olmasa onun qeydinə qal. Of var. Deməli, nə olmalıdır? Obyekt. Uşaq cansızdır mı? Təbii ki, olmaz. She də obyekt deyil, şəxsdir. Deməli, ya him, ya her. İndi uşaq oğlandırsa him, yəni qızdırsa her. 2-3. Ona görə D bəndi oldu. Növbəti səhvəyə keçeyim. Biraz uşaqlar ola bilsin ki, sürətli danışa bilərəm. Amma sürətli danışsam da bir şeyi az qalsın 15 dəfə izah eləyirəm. Yəni, uşaqlar mənim tempimi tutandan sonra bir problem olmur. 19-da, yəni bir şey dönə-dönə deyirəm, loru dildə. Ona görə yəni uşaqlarda yadda qalan olur məndəki müəllimə. Yəni, yadda qalan izah eləyirsiniz də. Do you know? Feil. Feildən sonra nə olur? Obyekt olur. He şəxsdir, she şəxsdir, he şəxsdir. Deməli, him də ola bilər, zem də ola bilər. Yəni, do you know him, onu tanıyırsanmı? Ya da do you know them, onları tanıyırsanmı? İndi bu tərəfə baxıram, yes, I do. Hə, tanıyıram. Hə, burada is varsa, deməli, xəbər təkdir. Deməli, bir dənə adamdan danışıram. Onda Z getdi də, qaldı B. Do you know him, onu tanıyırsan? Yes, I do. Hə, tanıyıram. He is our neighbor. O bizim qonşumuzdur. 20-də görürəm ki, so, feildən sonra nə gəlir? Obyekt. V şəxsli getdi. Z şəxsli getdi, I şəxsli getdi, nə qaldı? Me, us. 1-3 bəndi. Deyir, she saw me in front of the hospital. In front of nə deməkdir? Qarşısında, o xəstəxananın qarşısında məni gördü. O xəstəxananın qarşısında bizi gördü. Ona görə bəndi. Ümid edirəm ki, başa düşdünüz. Üstünüzə sağlıq, biraz da xəstəyəm, qrip deyəsən oluram deyə səsim belə gəlmiş ola bilər. Yəni, faydalı oldumsa sizə, nə xoş mənə. Dediyim kimi, yay qruplarına qeydiyyat davam eləyir. Əlaqə nömrəsindən mənə yazıb, yəni, suallarınız varsa ünvanlandıra bilərsiniz. Sağ olun uşaqlar, uğurlar.